Elvin Abdullayevdir. Biz onu Şamaxıda konsertdən öncə hədəfə salmaq istəyirik. O bizim hədəfimizə düşəcək, yoxsa yox? Bəli. Sahibə almaq istəyirik. Zəhmət olunsa biraz yaxınlaşarız. Bu gün inşallah Şamaxılılar üçün ayrılıb gedirsən mahnımı. Həmişə yəni öz zövqümə buraxıram. Diski verdə Cancanı oxuyacaq. Rəşad. Cancanı oxuyacaqsan tez. Cancanı oxuyacaq? Kim oxuyacaq? Mən oxumalıyım Cancanı. Məndə yoxdur axı Cancanı. Sən başqa mahnıları istəmirlər axı. Məndə Cancanı var. Bilmirəm, hansısa toyda oxumusan? Rəşad! Qalxıb ayağa ki, deyirlər ki, Elvin ancaq Cancanı oxusun. Cancanı mən toyda oxumuram axı. Necə bizdə Cancanı var repertuarda. Onda Cancanı yoxdur. Başqa mahnı istəmirlər axı səndən. Sən kimsən bu? Mən tanıyırsan. Sən tanıyırım. Qardaş, məndə Cancanı yoxdur axı. Başqa mahnı istəmirlər. Başqa mahnı ümumiyyətlə istəmirlər. Onda belə çıxır ki, mən çıxım yedim də onunla. O boyda oxuyanlar var, indi məndən istədir. Mənim öz repertuarım var, mən Cancanı oxumaq, o boyda yolu mən Cancanı oxumağa gəlməmişəm. Toyda oxumuşamsa əgər, qalıb o toyda da burada oxumuram, mən Cancanı qaqaş, oxumuram. Sən orada deyiləndə sən niyə cavab vermirsən ki? Sən niyə orada cavab vermirsən ki? Mən Cancanı oxumuram. Mən Cancanı oxumaq üçün gəlməmişəm o boyda yolu. Nə də konsertdə burada Cancanı istəmirəm. Millət məndən Cancanı istəyə bilməz. Sən mən dolamsan burada. Oxumuram mən. Onda getdin. Oxumuram. Onda getdin. Oxumuram. Ha, oxumaya onda get. Oxumuram. Ha, onda sən get. Bir dəqiqə, onda sən get. Deyəcəksən ki. Məndən belə danış. Mən sənə yaxşı mənə də deyirəm ki. O sən nə qırsaqqız kimi yapışırsan? Qırsaqqız kimi yapışırsan. Get dənən oxumur. Get dənən oxumur. Mən orada bir nəfər. Get dənən oxumur. Orada bir nəfər deyil. Get dənən oxumur. Elin əlsiz danış. Mən bura Cancanaya görə gəlməmişəm. Get işinə mən. Ha, mənim işim bu. Get işinə. Elin bu mənim işim deyil. Get işinə mən. Mən də səhv edirəm. Elin tələbə. Get işinə mən. Elin. Yox, səhv olmayıb da, onu istəyirlər. Sırf Elvindən. Məni yandıran onlar da. Sən sözünə belə çıxır ki, oxumalıyam ya da getməliyəm. Get dənən oxumur. Get işinə. Yox, mən onlara deyə bilmərəm. Get diskimi götür mən gedirəm. Mən sənin prodüserin deyiləm. Rəşad, get diski götür. Ayrılıb gelirsən heç özündə bilmədən. Uşaqlarım gəlib yaxınlaşıb ki, Cancanı ifadə edir. Toylarda görəm əla oxumuşam. Oxumuşam. Mən toyaqların yerini. Bundan nə görürsün? Getir mən qardaş. Mənə oxumuşsan? Niyə? Oxumuram, Cancanı mən ifadə edir. Ayrılıb gelirsən heç özündə bilmədən bu sevgi. Bir dəqiqə olar. Bizim müsahibəmiz yarımçıq qaldı. Demək istəyirəm ki, bu onların hədəfidir, sən onların hədəfinə düşdün. Başa düşmədim. Belə zarafat olur. Cancana nə var şey? Amma işləndirməyə bacardınız məni. Ümumiyyətcə aqressiv bir insanam. Amma nə yaxşı ki, hədəfə düşdüm. Ayrılıb gelirsən heç özündə bilmədən bu sevgini görmədən çıxıb gedirsən. Ayrılıb gedirsən heç özümdə bilmədən bu sevgini görmədən çıxıb gedirsən. Nəhayət ki, mən də onların hədəfindəyəm. Bura həm düşmək çətindir, həm də buradan çıxmaq çətindir.